Canlı yayındırsa, yenə canlı yayındırsa. Bəli, canlı. Mən imkanım çatdığı qədər uşaq pulu məsələsinə, qazilərə olunan o haqsızlıq məsələsinə həmişə qarışmışam. Həmişə telefon zənginə zəng eləmişəm. Bir vətəndaş kimi. O bəziləri sən kimsə bu məsələyə qarışırsan. Mən vətəndaşam. Mən Bəşirin qızıyam. Mən belə dayana bilmərəm. Elə belə necə deyim sən buna gözcü baxa bilmərəm. Cənab Prezident, nə bütçəyə, nə bilim nəyə dəxli yoxdur. Siz istəsəniz, özünüz bu işlə məşğul olub bunu edərsiniz. Yalvarıram sizə, uşaq pulu məsələsini həll edin. Çünki bizim gələcəyimizə əskərlər lazımdır, bizə ordu lazımdır. Bizim düşmənimiz ölməyib, heç vaxt ölməyəcək. Azərbaycanın düşmənləri heç vaxt ölməyəcək. Heç vaxt. Ona görə bizim ordumuz lazımdır, bizim oğullarımız lazımdır. Şəhidliyə yox, şəhid bəsimizdir. Onların qəbrinə, ruhuna qurban olum. İgidlik. Ancaq igidlik və qəhrəman. Uşaq pulları ilə çox xahiş edirəm, Cənab Prezident. Bəlkə həddimi açıram. Bəlkə mən özümə çox götürürəm. Amma bu xalqın səsidir. Bir neçə dəfə müraciətlərimdə də demişəm. Sizə qurban olum. Siz bir dənəsiz. Siz həqiqətən də sərgərdəsiz, bəli. Amma çox xahiş edirəm sizdən. Bir təhəllülcür. O ətrafınızdakilara işlədin onları. İqtisadçılar var. Baxın, görün, nə eləmək olar, nə tərzi mümkündürsə uşaq pulları mütləq olmalıdır. Çünki bu bütün ölkələrdə bu kömək var. Mütləq olmalıdır. Bizim niyə ölkəmizdə olmasın? Saxlayaq hələliyə tikintiləri. Saxlayaq hələliyə bir-birinin böyrünə girib o navastoykaları. Uşaq pulu eləyək.